Ulu öndərimiz Heydər Əliyevin atasının məzarını ziyarət etməyə özümə bir sözdən borc bildim. Bildiyimiz kimi bu gördüyümüz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əliyevin atasıdır. Əliyev Əli Rza Cəfəroğlu 1884-cü ildə dünyaya gəlir və Azərbaycan Respublikasında bir çox işləri olur və illər keçir 1943-cü ildə dünyasını dəyişir. Ən əsas da bunu demək istəyirəm ki, Əli Rza müəllim Azərbaycan Respublikasına Ulu öndərimiz Heydər Əliyev kimi bir övlad yetişdirir və Ulu öndərimiz Heydər Əliyevin sayəsində Azərbaycan Respublikası ayaqda qalır. Və daha sonra isə Ulu öndərimiz Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan Respublikasına elə bir övlad yetişdirir, möhtərəm prezidentimiz İlham Əliyev. İndi necə deyim, 2026-cı ildir. Nəinki bəzi ölkələrdə Azərbaycan Respublikası möhtərəm prezidentimiz İlham Əliyevin sayəsində dünyada tanınır və möhtərəm prezidentimiz İlham Əliyevin sayəsində Azərbaycan Respublikasının işğalda olan torpaqları azad olur. Həmçinin şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsində. Nəysə, bunu çox efirə vermək istəmirəm. Bu Ay hörmətli adam, ay hörmətli izləyicilər, yadda saxlayın. Bu Əli Rza Əliyev, Heydərin atası, İlham Əliyevin babası, hamamlarda daşşaq qırxan olub. Daşşaq qırxan, özdə biri var müasir daşşaq, bununla qırxasan daşşaqlarını. Biri var ki, babası, İlhamın babası Əli Rza, stanokla şeylə qırxmayıb, ülgüzlə daşşaq qırxıb. Hamamlarda kisəçi olub, daşşaq qırxan olub. Bu müəllim haçanla olub, sənin ölünün dilini yaltaq oğraş balası. Bu niyə müəllim olub? Bunun öz peşəsi var da, daşşaq qırxan. Daşşaq qırxanla müəllim çıxmaz ay cəmaat. Əli Rza Əliyev, İlham Əliyevin babası, Heydərin atası daşşaq qırxan olub. Müəllim olmuyor, hörmətli adam olmuyor. Daşşaq ülgüclə hamamlarda vəzifəli şəxslərin daşşaqlarını qırxıb. Budur. Heydər onun oğludur. İlham belə daşşaq qırxanın nəvəsidir. Siz bizə nağıl danışmayın. Siz bizə özünüzü tanıtdırmayın. Mənim asayla razı deyiləm. Niyə? Qətiyyən razı deyiləm. Vallahi də billahi də. Qoy təzdən bu çıxışı verirəm baba. Bax bu incə sözə bax, incə. Bax. Ulu öndərimiz Heydər Əliyevin atasının məzarını ziyarət etməyə özümə bir sözdən borc bildim. Bildiyimiz kimi bu gördüyümüz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Dahi şəxsiyyət. Dahi şəxsiyyət bilirsən nə deməkdir? Dünyada məsələn deyim də sən, məsələn Isaac Newton var, fizik, dünyanın ən güclü fiziki. Məsələn Einstein gəldi, ondan da güclü fizik oldu. Görürsən, dahi şəxsiyyətlər də bunlar. İndi bu doğrudan da daşşaq qırxmaq uğrunda, daşşaq qırxmaq üçün bundan güclü daşşaq qırxan adam tanıyırsan, bax sən ölənlərinin coru. Gör nə yant verdim ha. Bax Əli Rza Əliyevdən güclü, gözəl, daşşaq qırxan ikinci bir adam tanıyırsanmı? De. Mən özümü də tərifləyərdim, amma yenə də Sən özün öz daşşaqların qırxmaq üzrə ustasan. Sən ondan danışma. Sən mənə de. Məsələn, mən deyə bilərəm, bax, dünyada fizik, Einstein-lə güclü fizik yoxdur. Ondan qabaq Newton-da o gəldi bastırdı. Məsələn, mən deyə bilərəm, dünyada ən güclü qəhrəman. Azərbaycanın ən güclü qəhrəmanı kimdir? Mübariz İbrahimov. Amma həqiqətən Azərbaycanın, dünyanın bir nömrəli dahi şəxsiyyətidir. Daşşaq qırxmaq üzrə, daşşaq qırxmaq üzrə İlham Əliyevin babası, Heydər Əliyevin atası ya atalığı bir nömrəli dahi şəxsiyyətdir. Bax, sənə bu dəqiqə doğru deyirsən $100 pul göndərirəm. Bir dənə Əli Rzadan başqa güclü daşşaq qırxan tapa bilərsən? Mən təslim olaram. Mən təslim oldum. Pas. Bax, 1 milyon pul verirəm. 1 milyon. Bax, burada dilənəcəm 10.000 pul verəcəm. 1 milyon indi biraz yalan. 10.000 pul verəcəm. Yəni, ən çox daşşaq qırxan və ən təcrübəli, ən dahi, ən gözəl daşşaq qırxan. Əli Rzadan üstün, İlham Əliyevin babasından üstün. Bir dənə daşşaq qırxan mənə tapın. Deyin ki, bu güclü daşşaq qırxan idi. Köpəyə oğluyam 10.000 verməsəm oğraşam. Elə bir adam yoxdur. Bu adam düz deyir də, daşşaq qırxan dahi şəxsiyyətdir də, daşşaq qırxan.